həftəlik vlogdan hər kəsə salamlar. Məncə mənim üçün darıxmısınız, mən də sizin üçün darıxmışam. Bilirsiniz ki, müəyyən müddətdir artıq vloglar çəkmirdim, paylaşmırdım. Və onu deyə bilərəm ki, artıq bu buraxdığım müddətdə o qədər insan mənə yaxınlaşdı ki, mən sizi tanıyıram deyə. Bu həm mənə xoş olurdu, həm də sizə xoş olurdu. Və bu səbəbdən artıq yenidən başlamağa qərar gəldim. Əgər belə vloglar sizin üçün maraqlıdırsa, mənə like atıb, abunə olub, komment etməyi unutmayın. Dostlarınızla paylaşın, onlar da maraqlı videolara baxmaq onların da haqqıdır məncə. Yəni məncə. Məncə onların da haqqıdır. Yadırğamışam biraz. Ona görə ilk vlogu kusura bakmarsınız yox. Azərbaycan dili Azərbaycanlıların ana dilidir. Ooo! Bilmirdik bunu. Ləhnətə gələsən necə tapıb? İlk vlogu o qədər də önəmsəmərsiniz. Belə. Gəlin bir həftə nələr yaşadım, onlara baxaq. Yenə deyirəm. Like atın, abunə olun, komment eləyin. Belə. Sağ olun. Bu arada bu yay nələr yaşamısınızsa, maraqlı, üzücü, bəlkə də həyatınıza yeni bir rəng qatan hadisələr, onları mənimlə paylaşmağı unutmayın. Mənimlə paylaşmağınız üçün burada Instagram və TikTok hesablarımı paylaşacağım və yaxud da heç bir sosial medianı istifadə etməyən insanlar yorumlarda həmin başınıza gələn hadisələri yazmağı unutmayın. Sağ olun. Bəli uşaqlar, artıq evdən çıxdım. Və bir də səs var deyir. Səhərimə qızıl balıqlı avokado tostsuz aça bilmirəm. Səhərimi qızıl balıqlı avokado tostsuz aça bilmirəm. Biz də səhərimizi tələbələr olaraq bir xəbərlə açmasaq olmuş. Demək, metro 60 qəpik oldu. Ya biabırçılıq. Belə şey olar, ya tələbəyik biz. Kitab pulunu çatdıraq, gəzmək pulunu çatdıraq, yol pulunu çatdıraq. Ya dəhşət. Sadəcə dəhşət. Sizin bu mövzuya bağlı fikirləriniz nələrdir? Yəni, sizə metronun 60 qəpik olması çox təsir edəcək. Məncə eləyəcək. Ümumiyyətcə, məncə qəpik söhbətini yığışdırıb yerinə hamısını bir manat eləyəcəklər, amma nəysə. İndi gedirəm manatlığa. Manatlıq gedir. Ay. Gedirəm manatlığa. Dırnaqlarım necədir bu arada uşaqlar? Gedirəm manatlığa. Oradan üniversitə. Bu gün 2 dənə dərsimiz var. 2-ci və 3-cü saatlar. Görək nə olur. Gəldim üniversitə çatdım. 2-ci və dərsimizi üstlədim. Gedirik. Bəli uşaqlar, bura. Bu Məhəmməd Əli. Hello Məhəmməd Əli. Assalamu aleykum birincisi. Əfruzə ilə mən gələnməyəcəyik. Assalamu aleykum birincisi. Elgizlə mən gələnməyəcəyik. Həm böyrəyimiz ağrıyır, həm də ki, belə gəlmək istəmirik. Bazar günü dərs olur, qırılmır. Görürsünüz nə qədər adam var. Biz oradan sağ çıxdıq. Bazarıq. Nə qədərdir? 1 manat. 1 manat da ola bilər. 1 manat da tək çıxardı be. Siqon. Məncə də. İdris 1 manat ver. Bax video çəkəm amma haqqı. Sən yığıb sürəyərəm. Sizin də qəpdir. Bunu mən özüm çıxasınız. Tək üç çıxasınız. Hə. Zülfüqar. Sizin işlə. Tuhafdır görür. Ay qaqa. Pul. Avstralda kartı deyil. Niyə bayaq dolatmırdın? Bayaq yox idi indi gəldi. Dolamısan bizi. Daha doğru. Ən yaxşısı mən deyirəm. Kontrat. Bir qəpik kontrat bu deyil. O sokaklarda bekledim bana geri dönme. Yapsın yazmaya. Üşüyorum gel tut elimi. Zarın arkasına quruz mahnısı editiyəcəm Allah haqqı. Sən arqama quruz mahnısı editiyəcəm.
Anne 5 oldu. Üniversiteti fırlamaktan bir təhər olduq Allah haqqı. Yox, biz korpus, gəl, biz korpus. Uf, yorucudur. Nətər səmədin o sana? Nətər dincə? Qara otur görün. Hə, qara. Nəcib səndən belə rəngi? Amin qardaş, qınaqlar nətərdir? Bu kuladır tutacaq da bilir ya, bu nədir? Video niye çeksen? Sen de burada başlıyorsun. Hə, paylaşsam. Yine. Aslında güzel. Bak çəkirəm. Ne edirsən? Bir de ben varım. Murat. Seçilecek qohumlarıma salam de. Müəllim para keçir bu numara. Uşaqlar dərsimiz qurtardı. Orxan. Sağ ol dostlar, eve gidelim. Bəli. Benim telefon çalıyor, bir dakika. Lan dostlar, ABC programımız indi aşağı çəkəcəyik sizə. Gedirik, biraz sürətləndirəcək ya. Aparıcı da. Göstər də aşağı. Göstərdim də. Belə momentlərdə tələbə biletini çıxardırıq ki, tez keçirməyək. Orxandan Gözəl 28-imiz. Gözəl əhali. Ay, çox iyi görsən, həqiqi. Özümü də seçdim. Yekə Orxan. Orxan kökəli uşaqlar. Bəli. 16 kilo kökəlmiş. Məsələn mi? Həqiqi? Ya. Uşaqlar, bu məlumatı mən də təzə öyrənirəm ki, 16 kilo kökəli. 16 deyil, 6. Hə, 6. Deyirəm də 16-nı tutmaq olardı. Nəysə. Bu da dərsimizdir. Yenə dərs. İndi bu günlük sağ olun. Gedirəm evə, qatarla. Hə, belə. Sağ olun. Bay. Bay. Vlogun ikinci günündən hər kəsə salamlar. Bugün sadəcə bir dərsimiz var. O da 2-ci saatdır. Yəni bir dərsdən ötürü universitetə getmək qədər bərbad bir şey yoxdur. Amma ki bu günləri padruqalarımla görüşəcəm. Ona görə biraz mutluyam. Tiksinirəm. Qəribə baxdılar. Nəysə. Mahdıq yoxdur. Hə, var. Bugünkü kombinim belə olur. Yubqa giymişəm. Cins və mühazirə dəftəri. Yəni belə. Bəli. Hadi gəlin qucaqlaşmamıza çəkərdik. Hə, dostlar. Ayanla уже 3 aydır Biz Ayanla 3 dəfə görüşürük bu arada. Bəli, fanatlarım, hamısı fanatlarımdır. Mən onun əsas vəfalı fanatı mənəm. First fanatı olmasam da, yəni ən Bəli. Ən mənə. Yaxşı Leyla, ən çox sənsin. Dostlar, deməli market vlogu. Mənim birinci dərsdən canımı sıxarısan. Bu sıxarı. Benim hal-hazırda yanımda deyil. Understand eləyə bilirsənmi? Do you understand me? Hə? Quyruğu sürtün mən. That
Hadi bax gör var nəsə görürsən. Yox, Allah haqqı yoxumdur. Belə özü yeməli şeydir. Ay Allah. Ay Allah, ayağım. Pişiyin insana yaxınlaşması bu arada yaxşı bir şeydir, xəbəriniz var. Demək mən güvənli insanam. TikTok çəkirlər dostlar. Mənsiz. 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 Beni bihterinin yəni ayaz. Yaxşı. Uşaqlarım qəşəng şəkillər çəkdirmişəm. Əgər onları post ata biləcək hala sala bilsən, post ata biləcək hala salsam paylaşacağam. Buraya Instagramımı qoyacağam. Qaçın o şəkilləri like eləyin yəni. Gün kimi görsənirdim, məni çəkə bilmədilər. Özümə qəşəng fotoqraf axtarıram ki, məni qəşəng çəksin. Beceriksizlər. Nasıl? Oldu. Gedəyik orada. Olar. Dostlar, Leyla ilə Rügyəni geçib tərəfə yaxşı. Leyla ilə Rügyəni sağ ol. Yox, qurtarmır. Hələ vlog davam edir. Davam edir, amma biz yoxuq. Leyla getdi bir də bir ay sonra. Niyə nə dedi? Nə ikinci günlər görüşə Elə bilirik? olur da. Ay dostlar. Bye. Bəli uşaqlar, bugünkü vlogun sadəcə maraqlı səsi dostlarımla fırlamaq oldu. Başqa heç zat. Yəni, çox sıxıcı idi. Əsəbləşdim bir də. Dəli olacam axırda. Belə. Mənə heç kəs axşam Sveninin belə yorucu və günümüzün boşa getdiyi və sıxlıq olacağını deməmişdi. Yəni, desək də bir şey dəyişmir, zaten məcbur oxumalıyam. Sadəcə, yəni belə gözləmirdim. Çox yorucudur. Yorucu qalsın kənaraya, vaxt israfıdır. Ən azından siz varsınız, biraz öz-özümə danışıb vlog çəkirəm. Belə. Sağ olun. İkinci gündən hər kəsə salamlar. Dünənləri axşam bizə yeni cədvəl atıldı və öyrəndim ki, bugün sadəcə bir dərsim var. Cədvəl atıldı və sadəcə bir dərsim var. İndi ona gedirəm, o da birinci saatdır. 10 ayda o gedirəm. Sadəcə bir dərsim var, o da yeni dərsdir. Electrical Engineer. Engineering ya da. Nəysə, qəribə bir şeydir. Elektrik mühəndisliyi. İndi gedirəm o dərsə. Belə. Postu hələ də atmamışam. Yəqin ki, bu axşam atacağım. Təbii ki, siz bunu artıq hazır versiyasını görəcəksiniz. Yəni, siz baxanda artıq post olmuş olacaq. Gedin postumu və videolarımı like eləyin. Dostiklər. Eləyin ki, mən daha... Bəli, küləkdə səsim gəlmir deyəsən. Daha qəşəng videolar çəkim. Kameranı bağlamağımla yağışın başlamağı bir oldu. Yağış başladı. Necə? Çətir zat da götürmədim. Neyse. Dur, necəsən? Nə gözləyirsən bu dərsdən? Müəllimin adı nədir ki, mən də bilmirəm. Musa müəllimin adı nədir? Nasıl bir şey bu müəllim? Ceyhun tədqiqi fizika. Yox, yəni, bu dəqiqə. Ceyhun müəllim də, hə, Aynur. Ceyhun müəllim. Müəllim, əziz müəllim. Elektrik də deyil ki bu. Elektrik nə bilim nə. Hə, mühəndis. Bəli, Musa'dan gözləyirik.
Onda müəllim Həsənov müəllimdir. Yəni yox, laboratoriya. Ha, laboratoriyadır. Ceyhun müəllim təbrik etmişdir. Oxşu edir Yəqin qəşəngdir. Bəşir lövhən yox mən. Nadir, kameralar məni salla. Bəşir sən də. Hər dəfə sən çəkirsən, bu dəfə mən çəkdim. Qalatasarayın bağı sənə necə təsir elədi? Uşaqlar Aynur necədir? Dabəsdir də Aynur. Aynur necədir? Hadi elim vur bir tane böyle sosla. Akıl vermedi. Kaşu. Mehmet Ali. How are you? 9'da dedi. 9'da iptal. Amin. How are you? Thank you. Hani belə getsə mən qarşı inqilab olacaq, miting olacaq. Məncə də. Allah haqqı. Məncə də. Sen pulsuz ol. Ben pulsuz ol. 40 masımız bir sadat kasa. Deyəcək senden yumuşak danıştım abi. Pulumu tez kasat. Axmağım bir axmaq. Ona nə qaldı? Çamranı gidirəm köstəbə edit eləməyə. Yaman. Bəli, gedə bilərik. Əslində bu günləri enerjim o qədər çox idi. Yəni, nə bilim, bu gün də mənə nəsə olmuşdu. Hə, uşaqlarla danışırdım, çoxlu danışdım, Əmərlə danışdım, sonra getdim Əhədgillə danışdım, Əhədlə danışdım daha doğrusu. Ya, hamı ilə danışmışam bu günləri. Hə, belə. Təzəfən okeydi məncə. Yəni, çətin olsa da üstəsindən gəlinməyəcək bir çətinlik dərəcəsində deyil. Bir növ fizika kimidir də, yəni. Elektriklə bağlıdır. Maks nə ola bilər ki? Belə. İndi Orxanı gözləyirəm. Orxan gələcək. Qatarla bir yerdə qayıdacaq. Bəli, uşaqlar, Orxan gəldi. Yox, satmıyorum. Hər gün səndən bağlayıram. Hiç şey vermirəm. Çox yuxarıdan çəksən. Bay elə bağlayım. Bay. 4-cü gündən artıq hər kəsə salamlar. Bu günləri 2 dənə dərsimiz var. 2-ci saat, bir də 3-cü saat. Gedirəm həmin dərslərə. Biraz vətən dilidir, biri də material şünaslıq. İkisindən dərs danışmalıyıq. Gedirəm görüm, oxumuşam əslində. Amma təbii ki, Sumqayıtdan gələn bir tələbə olaraq yolda oxumağı üstünlük təşkil edir məndə. Ona görə yolda dərs oxuyacağam. Gedirəm indi qatara. Olanı gözləyirəm. Belə. Orxan tez gələcəkdi. Hal pis olub gələ bilməyib. İndi yolda da hələ indi gəlir. Mən daxil çəkər olsun ki, tez gəlirəm. Əsəblərim çorlandı bütün. Bəli, xəstələnmişim. Dostlar, Musa da gəldi, starostamız. Sən nə demək istəyirsən? Demək istəyirəm ki, ən yaxşı valla burgerlər birinci korpusdadır. Bəli, orada. Beşlər düşürməz. Can. Bəli, Musa ilə universiteti ekskursiya edirik. Ya. Məncə buradandır. Bəli, uşaqlar. Universiteti ekskursiyaya çıxmışıq. 266-cı fərq. Olar, səhərdən otağı axtardıq. Hələ də tamamlamışıq. İndi bir dənə düşəcəyik yaşarım. Orada qabağımıza çıxmalıdır. Həmsə? Bir mərtəbə aşağı, orada da 266. Bəli. Abituriyentlər öyrəşə bilib hələ birinci kurslar.
Nətəsən Əhəd? Nə görə necə hiss edirsən özünü? Əhəd getmişdi uşaqlar oyuna baxmağa. Mən neftaza keçirəm o gün. Ha? Mən neftaza keçirəm. Necə yəni Qarabağı tutmamısan? Tutmuşam, neftaza. Əhədi elədik uşaqlar. Yenə dərs oxuyurlar bura. Yox, danışadım. Nigarın kombin şaka mı? Oo. Mənə sarıldı uşaqlar görürsünüz. Məndən etkiləndi. Niyə? Ben ne içmiş? Sən də ailə üzvüsən artıq. Sakın. Murt. 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 Da 180'e ders erdim. Kamran. Bəli uşaqlar, bu günün də belə sonuna gəldik. Sağollaşırıq, dərs qutardı. Sağ olun. Vlogun 5-ci günündən hər kəsdən salamlar. Bu günləri 3 dərsimiz var. Bu günləri çox qəşəng olduğunu dedilər. Siz də elə olmuşam. Belə. Bugün sadə giymişəm. Zaten çox sadə giyindirəm. Qara şalvar, ağ kofta. 10 ay gedir uşaqlar. Ay, mən mənə necə satım? Fıtı fıtı fıtı. Sadanmadım, getdim. Bir də 20 dəqiqə gözləyim gərək. 10 anı niyə çoxaltmırlar? Bir də uşaqlar, fikirləşdim ki, artıq vlogları bir həftədən bir atım. Məsələn, məncə siz sıxılırsınız belə mən danışanda. Yəni, əgər qəşəng anlar yaşasam, onları elə bil ki, kəsib-kəsib videonun qabağına qoyarım. Yox, yaşamasam çəkməyim. Amma gələn həftə yenə məcbur belə sıxılasınız. Nə deyirsiniz? Siz də hər həftəmi bir həftədən bir maraqlı anlarla mı? Bu ne burada? Ayakların neden bunun üzerinde? Ayaklarım yere değmiyor. Uşaqlar bu günləri birinci kursların dekanatlıqla görüşü var, İTİF-lə. Aksanında keçirdilir. Elə belə getdim, baxdım və 2 dənə xanımla şəkil çəkdirdim. Tanıdılar. Öpürəm buradan. Yəqin ki, bu mənim gəlsin. Bir də baxaq deyək ki, Hello. Hə. Ora Aynur'undur. İdris Səfərsən. İdris'i reklam. Bəli uşaqlar, indi ikinci dərsi gözləyirik. Bəli uşaqlar, Üniversitet vlogunun sonuna gəldik. Burada Məhəmməd öldüm, orxam. Mən qaçır. Məhəmməd Əli kameralarımızdan kaçıyor arkadaşlar. Sağ ol Məhəmməd Əli. Sağ ol, bırak. O sizə sağ ol vermədi, mən ona sağ ol edirəm sizə vəzirdən, görürsünüz? Hə, belə. Alkaryalar, bir onlar çəksin. Uşaqlar, bilirsiniz ki, qarşıdan 5 oktyabr gəlir. Buradan müəllimləri, gələcəyin müəllimləri, müəllim olmayıb, amma bizə çox şey öyrətənləri təbrik edirəm. Mən anama belə tort almışam. Bu da şamdır, üstündə zaman falan yazılıb. Mama, səni təbrik edirəm.
Belə. Bəli uşaqlar. Vloqa sağ edirəm. Bay. Bay. Sabahınız xeyir uşaqlar. Səhər dediyiniz sabahınız xeyir deyirəm. Qardaşımla çıxmışıq çölə. Stipendiyamız gəlib. Bəli. Yəni çox sevincliyəm, mutluyam. Səs imkan vermədi ki, daşım. Nəysə. İndi gedirəm. Nömrəmə bağlı problem var idi. Birinci gedirəm onu həll eləməyə. Sonra da gedəcəm bacıma hədiyyə almağa. Belə. Uşaqlar, bu günləri həm də gedəcəyik məşğələ müəlliməmizi görməyə və dərd orasıdır ki, elə ki, mən hal-hazırda sadəcə bacıma hədiyyəni heç ala bilmədim. Niyə? Yox idi. Narsin qapatısını almaq istəyirdim, konsilerim. O da ki, yox olmuş. Yəni ona görə ala bilmədim. Kartını atdım, pulunu. Dedim, get nə alırsan al. Yəni, öz bilər. Belə. Bəli, uşaqlar, gedirəm parka. Uşaqlarla görüşüb gedəcəyik. Dərd orasıdır ki, mən gecikmişəm. Bəli, gecikmişəm. Gedirəm də indi. Gən gedək. Həyəcanlısan gitsin. Qıpqırmızı olmuşsan. Yelasən? Paylaşacağım. Görüntüləri at gör, necə düşmüşəm. Qəşəyə düşmüsən. Fəriddir bu. Maalesef mənim sinif yoldaşım oldu əvvəl. Şalvar giyinən qaqalar, siz mənim rüyəmsiniz. Yusif. Çarəsizlik. Ay ki Allah'tan. Baxırıq ki, əfəmə gəl də yaxşı çək. Yaxşı necə çəkir, bilirəm ki. Bir dənə də çək. Məndən qollama. Fərman, gəl də yaxşı çək. Yaxşı necə çəkirlər, mən nə bilim yaxşı necə. Belə şey götür. İmşə geçəcək, o da gəlsin necə. Emin gəl bir dənə çək bana. Deyər qoyulur. Deyim çağırıram. O tələbəlik illərimi daha çox eləyəm. Aliyə son zəncdə qoymuşdum. Bir an deyəcəm. Bəli, mən də buradayım. Sonra 2-də dərs başlayır, 9-da çatırım. Abone olun mənə. Bəli. Abone olun. Uşaqlar ilk öncəliklə gəlmişik müzeyə baxmağa. İndi sizə buradakı daşları göstərəcəm. Palçıq vulkanlarını daha da yaxından görməyə. Turistlər çoxludur həqiqətən. Azərbaycanda yoxdur, amma turistlər çoxdur.
Uşaqlar həqiqətən o qədər maraqlıdır, o qədər maraqlıdır. Bəlkə də bilmirəm, sizə maraqsız gələr. Amma ki, dəhşət maraqlı yerdir. Bir də təsəvvür edin, zürafə, fil və hamısı realdır. Amma səncə necə yerdir? Uşaqlar baxın, hamısı realdır, hamısı realdır. İndi sizə yalan göstərəcəm. Buna baxın, Binəqədi Kərkədan. Görün nə boydadır. Çox maraqlı deyil sizcə də. Baxın, sizin üçün yaxından çəkirəm. Baxın. Baxın, ən axırda insan dayanır. Bütün canlı orqanizmaların bitdiyi yer insandadır. Meymundur, ayıdır. Çox dəhşət. Bu dərəcə maraqlı, çox az muzeydə olmuşam. Yəni çox maraqlıdır, çox maraqlıdır. Çox tövsiyə görürəm gəlməyi. Yəni belə şeyləri çox qorxuram. Belə şeyləri belə real gözlə görmək, yəni hər adama qismət olmur məncə. İndi sizə göstərəcəm. Çox danışmaq istəmirəm, sadəcə baxın da yəni. Uşaqlar çox maraqlıdır. Mətin, səncə necədir? Baxın. Başlarına baxın. Uşaqlar çox maraqlı deyil. Ya mənə maraqlı gəlir bu qədər. Bəli. Hansıdır? Çəkmişəm o tərəfi. Nərmin, bu sənə oxşur. Bu manevramasiyada uşaq çıxıb qalasına, pəncəsi ilə vurub uşaq öyrənir. Yəni uşaq sırf uşağı öldürmək niyyətindən onların iki işi var. Birinci bu filmlərdə çəkilən. O da o Şirevdən getdi o plan. Bu da İtalyandan Rusiyadakı malzəmələrdə çəkilən bu birincidir. Bunu Peterburqda səhv eləməmiş öldürüblər. Sonra bu ikinci işini verirlər. Bu ikinci işini verirlər. Çünki birincini dəfn ediblər elə bu Sözlə, gəlin, gətirin, çox maraqlıdır. Yəni, indi biz buradan çıxırıq, amma ki, dəhşət maraqlıdır. Yəni, mütləq şey edirəm, baxın. Bu fildir, Big Boy. Uşaqlar, artıq müzeyin sonuna gəldik. Buradan bizə belə qiymətli daşlar verdilər. Sevinç xanım deyilən bir xanım var imiş. Saçımı indi başımın halına fikir verməyin. Həmin xanım bu daşları təmizləyir, özü bir-bir və onlara müsbət təsir bağışlayan turistlərə hədiyyə edirlər. Biz turist olmasaq da bizə hədiyyə elədilər. O çox qəşəngdir, yəni. Xatirə kimi saxlamaq idealdır. Belə. İndi axşam
Son bir kadr qalıb. Onu da çəkəcəm. Sonra vloqa sağ eləyəcəm. Bəli uşaqlar, restoran dəyişdirmək qərarına gəldik. Bəli uşaqlar, vloq məncə çox maraqlı oldu. Yəni həqiqətən çox əyləndiyim bir həftə idi. Əgər siz də xoşladınızsa, like atıb, abunə olub, komment eləməyi və dostlarınızla paylaşmağı unutmayın ki, vloqları davam elətdirim. Sağ olun.